Hal-hazırda kanalımda 255 dənə video var. Bu videoda onların ən köhnələrinə baxıb reaksiya bildirəcəyik. Buyur özünü təqdim elə. Bəs eləyər. Məncə də. Bu il Sadiqlə bildiyiniz kimi bu kanala çoxlu videolar çəkdik, amma onların heç birinə tepki verməyəcəyik. Mənim uşaqlıq videolarıma tepki verəcəyik. Əminsən məndən vermək istədiyim. Kiməsə uşaqla oynadığına görə uşaq demir. Arxadakı mahnıya bax. Çünki o qayıdıb sənin ağzının payını verə bilər. Şəkil gəlir yana. Hərəkətlərə bax. Biraz fikirləşdi. Bəlkə məni uşaqlıq eləməyə qadir edən nəsə var. Bir falan başa düşmədim mahnının səsini. O zamanı qoymağı kəşf eləmişdim videoya, ona görə. Axırında nə oldu? Ağır uşaqla oynayan uşaq demə. Həyat dərsi çıxartdın sən o videodan. Dəyişən mahnının səsindən. Dəyişib dövrü zaman hamı gümandan danışır. Mollalar rütbəxanadan, kafirlər imandan danışır. Bir zamanlar eşşəyimiz Avropa bəyənməzdi bizim. Serim var idi. Mirzə Ələkbər Sabir yaradıcılığı 1, 2, 3 gəlmədi. Niyə heç gəlmədi? Rating olmadı. Sənə bir dənə bomba video qoyacağam. Qısa filmdir. O qısa filmə baxıb sən həyat dərsi çıxardacaqsan. Bayaqdan onun həyat dərsi çıxardın. İndi diqqətlə bax, qısa film qoyuram. Yol vermirəm də. Nari, bir dənə Messini ver də. Akif necəsən? Sağ ol, salamatçılıqdır. Hə, laf yaxşı. Şəkər. Aktyor tapa bilməyəndə bir fikir oldu da özüm oynayıram. Burası birində maska ilə sonra fərqli olsun deyə onu kəşf fikirləşdir ona. Salamatçılıq olsun. Bir dənə 10 qəpiklik simiska götürdüm də. Oldu hələlik. Hə, yaxşı, sağ ol. O tərəfə niyə eləyirsən? Bu birisi tərəfə get. Sən nə getməmisən? Bir dənə Messini ver gedim də. Akif nə məsələdir, nə olur? O qoqom söhbət eləmək gəl. Ay kişi nə olub? Kişi demir xiyar. Akif deyir. Akif nə məsələdir, nə olur? Heç sən nə olacaq ki? Bu uşaq bayaqdan Kamerama bax. 10 qəpiyi qoyub, deyir ki, Messini ver. Mənim də xotum yoxdur bu qədər kartın içindən Messini tapım verim ona. Bilmirəm indi nə edeyim. Pulu ilə deyil ki. Pulu ilə deyə, prosta bu qədər kartın içindən Messini axtarmağa axotum yoxdur. Ver mən axtararam. Nəysə, bu burada axtarır, uşağa Messi kartını verir və uşaq illər sonra ardını gedib kanaldan Messi video olub gəl. tapıb filmin ardına gedib YouTube kanalından baxa bilərsən Sadiq. Hansı video səni cəlb eləyir ona baxaq. Yeni il tətilini necə keçirtdin? Bəlkə baxaq. Aha, yeni ildir. Bu arada yeni ilimiz mübarək inşallah. Sadiq, yeni ilin mübarək. Bilməm baxmamısınız. Mənim bir dənə vloqum var idi. Noyabr tətilini necə keçirdim? Kimdən çəksin baxmayın. 2 dənə dib oturub bir dənə xiyara bax. Uşaq danışır, vlog deyil, ancaq danışır. Ümid edirəm yeni ilə hazırlıq videosuna baxmısınızsa, ümid edirəm ki, o videomu bəyənmisiniz. Uşaq ancaq ümid edir. Ümid Tamam. edirsən. Bu nədir? Uzbel. Vloga baxın, kalite yağır. Biabırçı şeylərə çox baxmayaq. Gəlin sizə daha biabırçılarını qoyum. Bir dənə İlkin Feyziyev 50 abunə olanda klip çəkmişdim. Yox, niyə bu belə çəkilib? Mən o Bu varam. qardaşım gözü görə sözlərə baxırsan, o əsas sözlərdir. YouTube uşaq oyuncağı deyil. Abunəsiz çox olanların videoları bombadır. Dur oyna. Ancaq belə eləyə bilərsən. YouTube kanalı açdım. 50 abunə artdım. Maraqsız deyilsiz videolarıma fikir vermirsiniz. Mənə salarlar. YouTube kanalı açdım. 50 abunə artdım. Maraqsız deyirsiniz videolarıma. Fikir vermirsiniz mənə çalarlarına. Çünki o qayıdıb sənin ağzının payını verə bilər. Bırak bu ölkədə pasterdir. Epidir bir də İlkin Feyziyevdir. 100%. İlkin Feyziyə belə onları arxada qoyur da. Sonra qardaşım mənim bir çox kliplərim var. Mən hər gün oturub sənin kliplərini izləyirəm də bəs bir-bir. Maşın zad, o prodüksiyona var bir dənə. Milyonlarca insanın ürəyi səninlədir. Qalibiyyət də məğlubiyyət də əlindədir. Baba. Sənə qardaşım bir dənə bomba video qoşuram. Yəni bu videoya bax, gir tualetə. Qəbizləyəm. Daim oğluna qışqırtma. Sandosa yepyeni bir videoma xoş gəldiniz. Bu videoda Niyə sürətlə? Deyirdim onsuz sıxıcıyam. Qoy sürətli qoyun, baxarlar, baxmazlar. O zəşdən başa düşülmür dediklərini. 42 saniyədə elə qışqırtma izah eləyirəm. bəlkə də bilirsiniz. Videonun əvvəl Video bitdi, qışqırma yoxdur. Tamam, necəsən? Azərbaycan tarixinin ən böyük qışqırtmasıdır bu. Tamam, mən yaşam. Zavallı yirsən. yox, xoş gəlmir. Həbbə gəlir də xəbər. Əfirsən. Matumu belə. Ay, əladır. Həyətdən biri. Gəlirəm mən. Gələ bir dənə. İstəmirəm də. Bax. Qışqırtma bilsən nədir? Daim oğlu zoğal xoşlamır, mən də yanında zoğal yeyirəm. Olsun sən alma deyə səni xoşlamayacaq. Verəcəm. Bir kərəcik gülər misin? Zoğal xoşlayırsa da öyle xoşlamır da yəni. Qışqırtma görərdə bilmir. Bu sənin payındır. Videoydu. Videoydu. Qardaşım, yəni mən buradan bir açıqlama vermək istəyirəm. Çox böyük açıqlamadır. İllərdir məndən izləyicilər bunu gözləyir. Bu qışqırtma əslində qurmaydı.
Onu Əlim nəsə bir dənə videoya dəydi. Satqın insanlar kiməsə sir verməkdən Tamam bir dənə. həmişə qorxarlar. Kiməsə yanında rahatcasına danışa bilməzlər. Bunu bilsən 100% niyə demişəm, danışmışam, belə şey qaza gəlmişəm, içim yana danışmışam. Niyə? Biz eyni sinifdə oxumuşuq bu arada. Sinifdə kimsə kimizə müəllimə satıb onun üstündən gəlib bunu çəkmişəm. Yusuf. Səs soxmuşam. Ətim tökülür. Hamıza salamlasa yepyeni bir videoma xoş gəlmisiniz. Bu videoda mən İlkin Feyziyev sənə nə edəcəm? Bu videoda da videomuzun Qardaşım, İlkin Feyziyev tarixini, kanalının tarixini ən irəli aparan videodur bu. mən uşaqlıq paltarlarımı tapmışam. Cəmi 4 dənə paltar tapmışam. Gördüyünüz kimi şalvar mənə bir şortik kimi qaldı. Bir şortik kimi qaldı mənə bu. Gördüyünüz kimi. İndi bunu geyinib mən küçəyə falan çıxsam, deyəcəklər ki, Deyəcəklər ki bu qardan gəl. çox insan da biləcək ki, çox balaca qaldı. Görün, şalvar mənə şortik kimi qalsa, şortikim necə qaldı? Giyinmə nə olar? Nə olar onu eləmə. Eləmə onu. Dostlar, artıq maykanı da giyindim. Mayka da çox dardır və həddindən artıq balacadır dostlar. Bağışlayın dostlar, qısaqol köynək yerinə mayka bağışlayın dostlar. Çox üzr istəyirəm sizdən. Sadiq sən də üzr istəyirsən. Üzr istəyirəm buna görə. Belə bir videoya görə. Qardaşım crop 2020-ci ildə dəbə düşüb. Qardaşın amma Əvvəldə. 2019-da cropu geyinib. Çox pis qalır dostlar. Həm də çox sıxır dostlar. Ya o qədər sıxır ki, çiynim düz qaldı. Cavid məni nə qədər tanıyır? 43 min izlənib hala. Deməli sən qabağa gəlsən video bu imiş. Ruhu sonradan partladı. Arada sonradan partlayan videolar olur. Bəli. O boyda Bakıda ucuz nə etmək olar? Sənə 24 saatda 24 hədiyyə verdi. Enes Batura nə oldu zat? İzlənmələrinə bax. Bir də get Cavid məni nə qədər tanıyır. Demək vaxtı ikən bilmirsən də bu gələcəkdə partlayacaq. Cavid o vaxtı 35 abunəçisi var idi. Mən onunla video çəkdim, onun hype-ına qoşuldum. Sadiqin mənim videomda olduğu ilk video. Məktəbin son günü vlog. Bu 50 uşaq var. Mənim YouTube-a başlama səbəbim. Sadiq də buradan başını çıxardım. Ay Allah, əlinlə də belə eləyir. Vurur məni. Orada da sənə döyür amma görsən. Var Sadiq. Arxamdadır dey ha. Uy zibil. Heydər parkı dəlxanaya dönüb bizim sinifdən. Baxın da bu. Baxın da bu. Uy zibil. Top görməyimlər axı. Sadiqlə mən ilk dəfə kanalımda. Top getdi yalan. Ana getdi. Uy zibil. Səsin necə dəyişib. Səsin necə hana getdi. Ana getdi. Mən burada həllik bilsən nəyi gözləyirəm? Sən qafasına çaxma. Allahın bayağıdan o gözləyir. Top getdi yalan. Ana getdi. Onu dedi, özü də getdi. Sonra Sadiq bir də mənim kanalımda gəldi. Dönər yemə challenge eləyirik. Ah la. Challenge fərqli simalar axtarıram. Bu da fərqli sima misal bir açqın çıxar. Sən Oxşanır. oxşur. İki farkı bulmanız gerekiyor. Ya mən daim oğlumu bunu görəndə elə bitişim istər biz. Bunun adı nədir? Bunun adı nədir? Adı. Evet düzdeyim sən alma. 9 ay keçib dönərəm. Abunə olmuş ha. Bir dənə Sadiq mən üzə əsəbləşmədən ürəyim çıxıb. Bir dənə əsəbləş olar abunə. Bir şey abunə olmuş ha. Qorxmur. Topu. Onda gətirək o birisi oyuncaq istərək. Baba! Allah, necə? Mən də olsam mən də qorxaram. O nə səs? Baba, necə qorxur? Ay Allah, necə qorxurum? Tez gedim dalınca. Ya baxın gördüyünüz kimi necə qorxur. Say bura bax. Abunə olun. Abunə olun, like atın. Sənə İlkin Feyziyevin bir mənalı sözləri ilə videonu bitirmək istəyirəm. Aha, yenə gəldi. Dağda qartallar da olar, ilanlar da. Amma biri sürünərək gedir, biri süzülərək gedir. Vay. Necə idi? Qəşəng. Bu həqiqətən sən nə qəşəng qoydu ya. Çox tez yaşayırsan, yavaş gedirlər. Yavaş yaşayırsan, ölürsən. Əslində sözlər qəşəng deyil, brat. Bu sözü deyən qəşəng deyil də. Aços-çosa gəlsənə, gəlib salam Aços-çosa yeni verməsin. ildir, Dayı sağ bu il necə keçdi sən? Heç nə Sadiq. Öpüşək.